إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد السلام عليكم ورحمة الله وبركاته. Möhtərəm müsəlmanlar, Riyadus Salihin kitabını, Salihlər Bağçası kitabını keçməyə davam edirik. Və biz bəyən kəsratu turuqil xayr, xeyir yollarının çoxluğunun bəyanı bu fəsildə qalmışıq. Və keçən dərsimizdə bir neçə hədis götürdük bu mənada, yəni bu fəsillə əlaqəli və ümumiyyətlə bu fəsilin, yəni xatırlamaq üçün qeyd edim ki, qeyd olunmasında əsas məqsəd odur ki, xeyir yolları çoxdur. Bir insan əgər xeyir qazanmaq istəyirsə, savab qazanmaq istəyirsə, bunun yolları çoxdur. Və İmam Nəvəvi burada, bu fəsildə bizə hədislər gətirir bununla əlaqəli. Və bugün növbəti hədisi götürəcəyik. Növbəti hədisimiz Əbu Hüreyrədən rəvayət olunur. Qalən Nəbiyyü sallallahu aleyhi və səlləm Əl-İmanu bid'un və səb'unə o bid'un və sittunə şü'bə. İman 70 və bir neçə və yaxud 60 və bir neçə şöbədən ibarətdir. فَأَفْضَلُهَا قَوْلُ لَا إِلَٰهَ إِلَّا اللّٰهِ وَأَدْنَاهَا إِمَاطَةُ الْأَذَى عَنِ الطَّرِيقِ وَالْحَيَاءُ شُعْبَةٌ مِنَ الْإِيمَانِ مُتَّفَقٌ عَلَيْهِ. Bunların ən əfsəli, yəni imanın şöbələrinin ən əfsəli La ilahə illallah kəlməsi, ən aşağı dərəcədə olanı isə yoldan əziyyət verən bir şeyi götürməkdir. Həya da imandan bir şöbədir. Və bu hədis ümumiyyətlə alimlər arasında, yəni deməli elm əhli arasında Hədisul şü'ab, yəni imanın şöbələri hədisi kimi tanınır, adlanır. Və bu hədis üzərində bir çox alimlər hətta kitablar yazmışlar. Məsələn, İmam Əl-Beyhəqi Şu'abul İman, İmanın şöbələri adlı kitabını məhz bu hədisin üzərində qurmuşdur. Yəni hədis həqiqətən də əzəmətli hədisdir. Və bu hədis göstərir ki, iman həm dillə deyilən əməllər, yəni imana həm daxildir, həm dillə söylənilən əməllər, həm əzalarla edilən əməllər, necə ki, hədisdə qeyd elədik, yoldan hansısa bir maniyəni götürmək də imandandır. Və həmçində qəlbi əməllər də imandandır. Necə ki, həya. Həya etmək özü qəlbi əməldir və bu da imandandır. Və hədisdə qeyd olunan 70 və bir neçə və ya 60 və ya bir neçə alimlər ixtilaf ediblər. Burada qeyd olunan bu say məhdudiyyət bildirir, yəni həqiqətən iman 70 və bir neçə şöbədən ibarətdir. Yoxsa burada məqsəd odur ki, imanın şöbələri çoxdur. Yəni məhdudiyyət nəzərə tutulmur, burada hədd nəzərə tutulmur. Çünki bildiyimiz kimi ərəblər 70 sayını çoxluq mənasında işlədirlər. Məsələn, bir şeyin çoxluğunu bildirmək üçün deyir, 70 dəfə demişəm sənə. Necə ki, Allah Teala Quranda buyurur ki, onlar üçün, yəni münafiqlər üçün 70 dəfə də bağışlanma diləsən, Allah onları bağışlamayacaq. Bu demək deyir ki, 71 dəfə istəsən bağışlayar. Yəni, nə qədər istəsən, nə qədər çox istəsən, fərq yoxdur. Allah onları bağışlamayacaq, əgər bir insan münafiq kimi ölübsə. Və burada da bəzi alimlər deyirlər ki, burada nəzərdə tutulan odur ki, imanın şöbələri çoxdur. Lakin bəzi alimlər yox.
burada məhz deməli hədd nəzərdə tutulur. Hər bir halda hədis göstərir ki, imanın şöbələri çoxdur və həmçində imanın şöbələri biri digərindən üstündür. Necə ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem dedi ki, فَأَفْضَلُهَا, yəni ən fəzilətlisi. Və sonra dedi ki, ən ədnəhə, ən aşağı dərəcəsi. Yəni imanın şöbələri müxtəlifdir. Onun yuxarı dərəcədə olanları var, həmçinin aşağı dərəcədə olanları var. Ona görə də baxırıq ki, səhabələr Peyğəmbərimiz sallallahu aleyhi ve sellemə sual verəndə həmişə nə deyirdilər? Həmişə maraqlanırdılar ki, ən fəzilətli əməl, ən fəzilətli iman, ən fəzilətli demək əməl, yəni bunu soruşurdular Peyğəmbərimiz sallallahu aleyhi ve sellemdən və Peyğəmbərimiz sallallahu aleyhi ve sellem də onlara cavab verirdi. Və burada birinci Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bildirdi ki, فَأَفْضَلُهَا قَوْلُ لَا إِلَهَ إِلَّا اللّٰهِ, ən əfsəli La ilahə illallah kəlməsidir. Ümumiyyətlə, qardaşlar, bir şey qeyd edeyim, fərq eləmir. İstər Quran-ı Kərimdə, istər hədislərdə, əgər qovl, yəni bir sözü demək, kəlmə, yəni sözü keçdisə, burada nəzərdə tutulan sadəcə o sözü dillə tələffüz etmək deyil, həmçinin mənasını başa düşüb etiqad etmək nəzərdə tutulur. Deyir ki, Allah Teala məsələn burada deyir ki, qulu əmənnə billah, deyin ki, Allaha iman gətirdik. Həmçinin bu hədisdə qovlu la ilahə illallah, mən qalə la ilahə illallah və yaxud başqa hədis, kim la ilahə illallah deyərsə, burada qəsd olunan sadəcə onu dillə tələffüz etmək deyil, mənasını başa düşüb qəlblə ona etiqad etməkdir. Və la ilahə illallah da nədir? Tövhid kəlməsidir. Bu kəlmənin iki ərkanı var, rükünü var. İnkar və isbat. İnkar nədir? Bütün ilahları, bütün məbudları, Allahdan başqa olan bütün məbudları inkar edirik və sonra məbud olaraq Allahı deyirik, isbat edirik. Yəni, ibadətə layiq olan məbud Allahdır. Mənası da budur ki, la ilahə illallah, yəni Allahdan başqa ibadətə layiq məbud, ilah yoxdur. Mənası budur. Yoxsa Allahdan başqa Allah yoxdur. Bu mənada deyil. Nə üçün bu mənada deyil? Çünki Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bu kəlməni gətirəndə, yəni ərəblərə, Qureyşə gətirəndə, onlar Allahdan başqa Allah olmadığını təsdiq edirdilər. Onlar da bilirdilər ki, Allahdan başqa Allah yoxdur. Allah yaradıb hər şeyi. Necə ki, Allah Quran-ı Kərimdə buyurur ki, وَلَئِنْ سَأَلْتَهُمْ مَنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ لَيَقُولُنَّ اللّٰهِ. Əgər onlardan sorsan ki, göyləri və yeri kim yaradıb, deyəcəklər Allah, yəni Qureyş. Lakin onlar deyirdilər ki, Allahla yanaşı, Allaha yaxınlaşdıran başqa ilahlar var və bu ilahlara biz ibadət etməklə Allaha yaxınlaşırıq. Və Peyğəmbərimiz sallallahu aleyhi ve sellem də gəldi və dedi ki, la ilahə illallah, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. Allah bildirir ki, ondan başqa heç nə ibadət etməyin. Ona yaxınlaşmaq üçün hansısa bir məbudlara ibadət etməyin. Fərq eləmir, bu məbud nə olursa olsun, qəbir olur, ağac olur və yaxud hansısa bir şəxs olur, fərq eləmir. Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. Birbaşa Allaha ibadət etmək lazımdır. Və sonra Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, وَأَدْنَاهَا إِمَاتَةُ الْأَذَى عَنِ الطَّرِيقِ. Yəni imanın ən son dərəcəsi, ən aşağı dərəcəsi isə hansısa bir maniyəni Allah üçün yoldan uzaqlaşdırmaqdır. Yəni bu da imandandır. Və bu hədis nəyə göstərir? İnsanlara əziyyət verən maniyələri Allah üçün aradan qaldırmaq nədir? İmandandır. Əgər insan, yəni burada sadəcə yoldan söhbət gedir, fərq eləmir. İnsanlara əziyyət verən hansısa bir maniyəni aradan qaldırmaq özü nədir? İmandandır, savabdır. Və bunun əksi nədir? İnsanlara əziyyət vermək nədir? Günahdır. Bunun əksidir. Ona görə fikir verin, dinimiz nəyə fikir verir? Dinimiz cəmiyyətə, insanlara xeyir verməyi buyurur. Və deyir ki, hansısa bir maniyəni Allah üçün yoldan qaldırmaq
Bu nədir? Savabdır, imandandır. Vəl-həyəu şu'bətun minəl iman. Və həya da, həya nədir? Utanmaq. Yəni, ümumiyyətlə, utanmaq bu imandandır. Gözəl xislətdir. Bunun əksi nədir? Həyasızlıq. Və həya nə vaxt bəyənilmir? Həya əgər xeyir əməllərdən səni yayındırırsa, bu halda bu bəyənilməyən həyadır. Məsələn, elm almaqdan əgər səni çəkindirirsə, həya edir, gedir soruşmağa, soruşub öyrənməyə və yaxud elm almağa deyir, utanıram, mən 50, 60, 70 yaşım var, mən indi gedim oturum, cavan uşaqlarla dərs keçim. Bu, bəyənilməyən həyadır. Belə şeydə utanmaq lazım deyil. Və həmçində, qardaşlar, bu hədis nəyə göstərir? Göstərir ki, əməllər də imana daxildir. Yəni, iman sadəcə dillə demək, qəlblə təsdiq etmək deyil, həmçinin əməllərlə də göstərməkdir. Növbəti hədisimiz bu da Əbu Hüreyrədən rəvayət olunur. Əbu Hüreyrə rəvayət edir ki, Beynəmə raculun yəmşi bi tariqin iştəddə aleyhil ataşu. Bir dəfə bir nəfər yolla gedərkən bərk susadı. Fəvəcədə bi'ran fənəzələ fiyhə fəşəribə thumma xaracə. Kişi yolda bir quyuya, yəni su quyusuna rast gəlir, o quyuya enib su içir. Thumma xaraca fəizə kəlbun yəlhəsu. Sonra quyudan çıxdıqda, bayra çıxdıqda bir itin ləhlədiyini gördü. Yəni susuzluqdan ləhlədiyini gördü. Yəlhəsu. Yəkulü səra minəl ataşı. Yəni bu it susuzluqdan yaş torpaq yalayırdı. Və kişi öz-özünə dedi. Fəqalə raculu ləqad bələğə həzəl kəlbu minəl ataşı mislü'l-ləzi kənə qad bələğə minni. Kişi öz-özünə dedi. Yəqin ki, mən susadığım kimi bu it də susamışdır. فَنَزَلَ الْبِئْرَ فَمَلَأَ خُفَّهُ مَاءً ثُمَّ أَمْسَكَهُ بِفِيهِ حَتَّى رَغِيَ فَسَقَى الْكَلْبَ. Bu kişi quyuya enib ayaqqabısını su ilə doldurdu, sonra ayaqqabısını ağzı ilə tutub quyudan çıxdı və itə su verdi. Fəşəkərəllahu ləhu fəğafərə ləhu. Və Allah da buna görə ona təşəkkür etdi və onu bağışladı. Qalu, sahabələr dedilər ki, soruşdular. Ya Rasulallah, innə lənə fil bəhəimi əcran. Ey Allahın elçisi, məgər heyvanlara etdiyimiz yaxşılıqlara görə bizə savab yazılır? Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, fəqalə fi kulli kəbidin ratbətin əcrun. Hər bir yaş ciyər, yəni ağciyəri yaş olan, yəni canlı olan hər bir canlıya göstərdiyimiz, etdiyimiz yaxşılığa görə savab vardır. Hədisi Buxari və Müslim rəvayət edir. Və bu hədis bizə nəyi göstərir, qardaşlar? Bu hədis göstərir ki, hətta heyvanlara belə, canlılara etdiyimiz yaxşılıqlara görə Allah savab yazır və ola bilər ki, buna görə Allah Taala kimisə bağışlayar və buna görə cənnətə girər. Yəni, ona görə də bu hədis bizə nəyi göstərir? Əvvəl qeyd etdiyimiz kimi, heç bir əməli gərək kiçik görməyək, küçümsəməyək. Yəni, hər bir əməl, yaxşı əməl, savab əməldirsə, etmək lazımdır. Və fikir verin, ümumiyyətlə, quyuya enmək özü nədir? Təhlükədir. Düzdürmü? Təhlükəlidir. Lakin birinci dəfə kişi özü susadı, endi. Və ikinci dəfə çıxdı və bu iti gördü, neynədi? Rəhm etdi buna.
Yəni qəlbində şəfqət hissi oyandı. Və özünü bir daha təhlükəyə saldı. Səfərin ikinci dəfə quyuya girib çıxmaq birinci dəfədən daha təhlükəlidir. Niyə görə? Deməli, ağzında su çıxardacaq. Bu daha təhlükəlidir. Lakin o heyvana etdiyi rəhmətə görə, şəfqətə görə özünü təhlükəyə atsa da quyuya indi. Və həmçinin ayaqqabısını ağzı ilə tutdu, fikir verin. Yəni, ayaqqabı əslində bəziləri ilgələr, hətta əl vurmağa ilgəlir. Amma bu kişi Allah üçün bu iti, yəni deməli, su vermək üçün hətta təvazökarlıq edib, ayaqqabısını ağzında belə tutub, neynədi? Quyuya düşdü, su doldurub çıxdı. Və Allah Teala da neynədi? Allah Teala bu əməlinə görə onu bağışladı. Və ona neynədi? Demək, cənnəti nəsib elədi. Necə ki, başqa hədisdə bu qeyd olunur. Və həmçinin qardaşlar, fikir versək, burada Peyğəmbərimiz sallallahu aleyhi ve sellem, sahabələr təəccüblənirlər bundan. Deyirlər ki, Allahın elçisi, hətta heyvanlarımıza belə, heyvanlara etdiyimiz yaxşılıqlara görə bizə savab var və Peyğəmbərimiz sallallahu aleyhi ve sellem ümumi bir qayda qeyd elədi, qayda. Fi kulli kəbidin ratbətin əcrun. Hər bir canlıya edilən yaxşılıq savabdır. Fikir verin, əgər heyvana edilən yaxşılıq savabdırsa, görün insana edilən yaxşılıq necədir? Baxmayaraq ki, hətta qeyri-müsəlman olsa belə. Hətta qeyri-müsəlman olsa belə. Çünki bəzi qardaşlar, bəzi məsələn insanlar fikirləşirlər ki, bu qeyri-müsəlmandır, mən buna kömək etməyim. Yolda gedəndə yıxıldı, kömək etməyim. Və yaxud bu filan kəsdir, filan şeydir. Qardaşlar, qeyd edelim ki, əgər itə, heyvana, yəni itə, həmçinin pişiyə edilən əmələ görə savab varsa, insan ondan daha üstündür. Həmçinin sənin bu əməlin, sənin etdiyin bu yaxşılıq, hətta qeyri-müsəlman olsa belə dəvətdir. İslamın gözəlliklərindəndir. Sən İslamın gözəlliyini göstərirsən ona. Ola bilər ki, sənin bu əməlin necə ki olub da ki, hansısa bir yaxşı əməl, hansısa bir insanın kiməsə yaxşılıq etmək, onun ibadətə gəl, haqq yolunu tapmasına, İslama gəlməsinə səbəb olub, qeyri-müsəlmanın. Ona görə də İslam dini görün, İslam dininin gözəlliklərinə, İslam dini hətta heyvanlara belə rəhm edir. İndi bugün məsələn, özünü heyvansevərlər adlandırıb, müsəlmanların Qurban bayramında, halbuki Allah Teala o heyvanları məhz kəsmək üçün yaradıb. Kəsdikləri heyvanlara etiraz edirlər. Halbuki özləri, baxırsan, öküz döyüşdürürlər, öküzləri səbəbsiz olaraq, heç bir səbəb olmadan öldürürlər. Bu şeylərə görə biri, bu heyvansevərlər bunlardan səs çıxmır. Amma müsəlmanların Qurban bayramında kəsib, bir hissəsini özü yiyib, üçdə birini özü, üçdə ikisini kasıblara verdikləri, fikir verir, bu şeyə görə etiraz edirlər. Baxın, görün, elə necə bir dövrə gəlib çıxmış. Halbuki İslam dini əmr edir heyvanlara yaxşılıq etməyi. Düzdür, bəzi heyvanlar var, bu heyvanları öldürmək şəriət icazə verib. Zərər verici heyvanlardır. Əqrəbdir, ilandır, sıçandır. Bu heyvanları zərər vericidirlər. Zərər verdiklərinə görə icazə verib. Lakin, ümumən isə o heyvanlar ki, onların heç bir zərəri yoxdur, o heyvanları səbəbsiz yerə öldürmək günahdır. Hətta şeyxlərə sual verirlər ki, hörümçək, məsələn, evdə hörümçək yuva qurub, şeyx deyir ki, dəymə. Yəni, səbəb yoxdur onu öldürməyə. Və yaxud həmçinin digər heyvanlar. Yəni, səbəb yoxdursa onu öldürməyə, onu öldürmək qadağandır. Və hədisin başqa rəvayəti var. Fi rivayətil Buxari fəşəqərəllahu ləhu fəğafərə ləhu fəədxələhul cənnətə. Yəni, bu rəvayəti deyirdim. Başqa bir rəvayətdə, Buxari və Müslimin rəvayətində, Buxarinin digər rəvayətində Allah da buna görə ona təşəkkür etdi, onu bağışladı və cənnətə daxil etdi. Həmçinin başqa bir rəvayət, Buxari və Müslim başqa bir rəvayəti, susuzluqdan az qala öləcək bir köpək quyunun başına
hərlənərkən, yəni quyudur, quyunun iç suyu həmin quyunun başına hərlənir, lakin ağzı çatmır suya. Hərlənərkən İsrail övladlarından olan bir pozğun qadın, yəni zinakar bir qadın onu görmüş, sonra ayaqqabısını çıxardıb onunla quyudan su çıxarmış və həmin itə su vermişdir. Buna görə də onun günahı bağışlanmışdır. Yəni Allah buna görə onu bağışlayıb. Yaxşı, nə deməkdir onu bağışlayıb? Yəni əvvəl etdiyi günahları bağışlayıb. Cavab budur ki, yəni əvvəl etdiyi günahları bağışlayıb və onu tövbəyə müvəffəq edib. Onu tövbəyə müvəffəq edib. Çünki bu hədisi şərh edən alimlərdən biri Şeyx Abdurrazzaq Hafizahullah bir hadisə danışır bu hədisi şərh edərkən. Deyir ki, özüm şəxsən eşitmişəm. Demək, deyir, ölkələrin birində bir cavan oğlan vardı və bu cavan oğlan içki içərdi. Və bir dəfə görürlər ki, bu, demək, ibadətə başlayıb, namaz qılır və maraqlanırlar ki, niyə görə belə, nə oldu birdən belə ibadətə gəldin? Oğlan danışır ki, bir dəfə mən, demək, çıxmışdım evdən, gedim, yemək alım, içki içməyə, fikir verin. İçki içməyə, yemək alım. Yəni, bizdə zakuska deyirlər. Və deyir, gəldim və yolda bir it gördüm. Yəni, soyuq bir gecə idi. Gördüm ki, bu it həm acından, həm balacadır, həm də soyuqdan donub. Deyir, bunu götürdüm, bükdüm. Nəsə deyir, həmin pula da deyir, başım deyir, elə qarışdı ki, heç nə almadım. Getdim, süd aldım, gətirdim, başım qarışdı bu itə. Rəhmim gəldi. Gətirdim bunu həyətimə, həyətə gətirdim, buna süd verdim və s. Və deyir, gəldim evə yatdım. Yatandan sonra deyir, səhəri gün durdum, gördüm ki, ürəyimdə daha içki içməyə meyil yoxdur. Həvəs yoxdur. Əksinə ibadətə, itaətə meyilim artıb. Yəni, bu uşaq oğlan danışır. Deyir, o vaxtdan deyir, mən, Allah təala mənim yönəltdiyi xeyir işlərə tövbə etdim və indi, əlhəmdülillah, yəni ibadət edirəm, itaət edirəm. Və şeyx deyir ki, şeyx özü danışır, deyir ki, o hədisi, deyir, bu hədisi mən deyir, bu hadisədən sonra daha da yaxşı anladım. Daha da yaxşı başa düşdüm ki, burada nə qəsd olunur? Allah onu bağışladı, yəni keçmiş günahları bağışlayıb və onu tövbəyə müvəffəq edib. Çünki qəlblər Allahın, Rəhmanın barmaqlarının ikisinin arasından istədiyi kimi çevirər. Və necə ki, Allah təala Peyğəmbərimiz sallallahu əleyhi və səlləm nə buyurur? Deyir, İrhamu mən fil ardı, yerhamukum mən fis səma. Yəni yerdə olanlara rəhm edin ki, göydə olan Allah da sizə rəhm etsin. Yəni heyvanlara rəhm etmək Allahın mərhəmətini qazanmağa nədir? Səbəbdir. Növbəti hədisimiz yenə Əbu Hüreyrədən rivayet olunur. Qalə Nəbiyyü sallallahu aleyhi və səlləm لَقَدْ رَأَيْتُ رَجُلًا يَتَقَلَّبُ فِي الْجَنَّةِ فِي شَجَرَةٍ قَطَعَهَا مِنْ ظَهْرِ الطَّرِيقِ كَانَتْ تُؤْذِي الْمُسْلِمِينَ. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, yol üzərində müsəlmanlara əziyyət verən bir ağacı kəsən adamı bu əməlindən dolayı cənnətdə dolaşan gördüm. Yəni Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, yəni bu insan cənnətdə dolaşırdı. Nə üçün? Bu əməli etdiyinə görə. Bir əməl, kiçik bir əməl. Müsəlmanlara əziyyət verən bir ağacı neyinib? Yoldan uzaqlaşdırıb və ya kəsib. Hədisin başqa bir rivayətində belə deyilir. Bir adam yolun üstündə olan bir ağac budağının yanından keçərkən öz-özünə Allaha and olsun, bunu yoldan kənarlaşdıracağım ki, müsəlmanlara əziyyət verməsin dedi və onu qaldırıb kənara atdı. Adam bu hərəkətinə görə cənnətə girdi. Həmçinin başqa bir hədisdə Buxari və Müslim rivayet edib, bir nəfər yolla gedərkən yolun üstündə tikanlı bir budaq gördü və onu götürüb kənara atdı. Allah bu əməlinə görə ona təşəkkür etdi və onun günahlarını bağışladı. Fikir versiniz, qardaşlar, kiçik bir əməl. Yəni, bu da bizə nəyə göstərir? Müsəlmanlara deməli, yardım etməyin, fayda verməyin fəzilətinə və həmçinin insan gərək hansısa bir əməli kiçik görməsin.
Növbəti hədisimiz yenə Əbu Hüreyrədən rivayet olunur. Qalə Rasulullah sallallahu əleyhi və səlləm: "Mən tavadda'a fa ahsana'l vudu'a, thumma ata'l cum'ata fastama'a və ansata, ghufira lahu ma beynehu və beynel cum'ati və ziyadatu 3 ayyam. Və men messal hasa faqad lağa." Hədisi bu Müslim rivayet edib. Hər kim dəstəmaz alar, başqa bir rivayətdə gəlir ki, evində dəstəmaz alarsa və dəstəmazı gözəl şəkildə yerinə yetirərsə, sonra cüməyə gələr, imam xütbə verdiyi zaman susub onu dinləyərsə, 2 cümə arasında kiçik günahlar və əlavə olaraq da 3 gün günahları bağışlanır, yəni 10 gün. Kim də xütbə əsnasında əlində xırda daşlar oynadarsa, artıq faydasız bir işlə məşğul olmuş olar. Və bu hədis bizə, əslində ümumiyyətlə bu hədis, yəni bu və bundan sonraki hədislər insanın, yəni faydası insanın özünə aid olan xeyir əməllərdir. Yəni ümumiyyətlə xeyir əməllər 2 cürdür. Elə xeyir əməllər var ki, onun faydası başqa insanlara təsir edir, yəni başqa insanlara keçir. Amma elə əməllər var insanın özünə aiddir. Yəni xeyri yalnız özünədir. Yəni bu hədis və bundan sonraki hədislər bunun xeyri, faydası insanın özünədir. Və bu hədisdə nədir? Cümənin ədəbləri, cüməyə gəlmə ədəbləri. Birinci növbədə demək fikir versək, gözəl şəkildə dəstəmaz almaq. Həmçinin biz bilirik ki, cümə günü qüsl etmək də nədir? Müstəhəbdir. Sünnə müəkkədə. Əgər insan imkanı varsa, yəni maneə yoxdursa, qüsl alsa daha yaxşı olar. Lakin sonra yenə də dəstəmaz almalıdır. Çünki vacib qüsl deyil. Və həmçində bu hədisdə qeyd olunmuyub, digər cümənin ədəblərindən tez gəlmək, erkən gəlmək və həmçində cümənin ədəblərindən də biri budur ki, insan gərək başqa bir işlə məşğul olmasın. Yəni xütbə verərkən, imam xütbə verərkən başqa işlə məşğul olmasın. Hətta alimlər fikir verir. Səbəbsiz yerə su içməyi belə nə deyirlər? Deyirlər ki, bəyənilmir. Olmaz daha doğrusu, qadağandır. Yəni insan, məsələn, su qoyub yanında, səbəb yoxdursa əgər susuzluğun, yəni o dərəcədə deyilsə, onu götürüb içməyin düzgün deyil. İmama qulaq asmalısan. Yanındakı sənə danışdırsa, hətta fikir verin, salam verən belə, içəri girib salam verirsə, alimlər qeyd edirlər ki, necə ki namazda necə salam veririk, əlimizi qaldırırıq. İnsan yəni əlini qaldırıb salamı qaytarır. Yəni, və aleykumussalam demir. Həmçinin fikir verin, asqıranda, başqası asqıranda, əlhəmdülillah dedirsə, yərhəmukallah demək nədir? Vacibdir, düzdürmü? Cümə əsnasında bir insan asqırarsa, o əlhəmdülillah deyə bilər. Əslində o da bacardığı qədər yavaş deməlidir. Yəni daha bəkdən deməlidir, hamısı eşitsin. Lakin əgər kimsə eşidərsə yanındakı neyini fikir verir, ona cavab vermir. Yəni cümə namazına, xütbəyə qulaq asmaq bu dərəcədə nədir? Çox ciddidir. O savabı əldə eləmək istəyirsənsə. Və ona görə də fikir verin. Burada gəldi ki, əgər yerdə olan, çünki Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin dövründə yer xalça deyildi, daşlar var idi. Kim oradakı daşlarla oynayarsa artıq cümənin savabını itirmiş olar. Halbuki indi baxırsan, yanındakılar baxsan, kimsə telefona, mesaja cavab verir, kimsə mesaj qulaq asır, yəni özü danışmasa da. Elə bilir ki, ancaq danışmaq xeyr, qardaşlar. Və yaxud baxırsan, uşaqdır, az yaşlı uşaqdır, məsələn, gətirib qoyub, iqranı verib uşağa, uşaq iqra oynayır. Ondan cüməyə də niyə gətirirsən, əgər uşaq bundan faydalanmayacaqsa, yəni əslində uşaqları gətirəndə cüməyə, yəni söhbət dərk edən uşaqdan gedir də, yəni 7, 8, 9. O uşağa gəlməmişdən əvvəl demək lazımdır ki, cümədən sonra soruşacam səndən, imam nə dedi, nə faydalandın orada, mövzu nədənidir? Qoy uşağın fikri imamda olsun ki, imamın dediyindən faydalansın. Yoxsa gətirir, baxsan ki, uşaqdır, məsələn 10, 11, 12 yaş, uşağın əlində uşaq iqra oynayır, iqamə verəndə də qalxır namaz qılır. Yəni bunlar hamısı nədir? Cümənin savabını aparır. Xütbə verərkən onun da savabı var, namazın da savabı var. Və əgər bir insan danışarsa
və ya lazımsız əməllə məşğul olarsa xütbə əsasında o həmin savabı itirdi. Ona görə xütbəyə gələrkən imam xütbəyə başladısa, gərək taxta kimi, yəni odun kimi tərpənməyəsən. Qulaq asasan, diqqətlə ta ki, demək, imam qutarana kimi. Və bu hədis bizə nəyi göstərir? Cüməyə gəlməyin, cümə namazına gəlməyin fəziləti və o Allah Taala gələn növbəti cüməyə kimi və 3 gündə, 10 günlük kiçik günahlarını bağışlayır. Sonuncu hədisimiz, qardaşlar, bu da Əbu Hüreyrədən rəvayət olunur. Ənə Rasulullah sallallahu aleyhi və səlləm qal: İzə təvadda'al abdul muslimu əvəl mu'minu fəğasələ vəchəhu xaraca min vəchihi kullu xati'ətin nazara iləyhə bi'aynihi ma'al ma əv ma'a akhiri qatril ma'i. Müsəlman yaxud mömin bir bəndə dəstəmaz aldığı zaman üzünü yuduqda gözləri ilə gördüyü hər bir xəta su ilə yaxud suyun son damlası ilə bərabər üzündən çıxar. فَإِذَا غَسَلَ يَدَيْهِ خَرَجَ مِنْ يَدَيْهِ كُلُّ خَطِيئَةٍ كَانَ بَطَشَتْهَا يَدَاهُ مَعَ الْمَاءِ أَوْ مَعَ آخِرِ قَطْرِ الْمَاءِ. Əllərini yuduqda əlləri ilə tutduğu hər bir xəta su ilə yaxud suyun son damlası ilə bərabər əllərindən çıxar. فَإِذَا غَسَلَ رِجْلَيْهِ خَرَجَتْ كُلُّ خَطِيئَةٍ مَشَتْهَا رِجْلَاهُ مَعَ الْمَاءِ أَوْ مَعَ آخِرِ قَطْرِ الْمَاءِ حَتَّى يَخْرُجَ نَقِيًّا مِنَ الذُّنُوبِ. Ayaqlarını yuduqda ayaqları ilə getdiyi hər bir xəta su ilə yaxud suyun son damlası ilə bərabər ayaqlarından çıxar. Nəhayət o bəndə günahlardan təmizlənmiş halda üzə çıxar. Yəni bu hədis bizə nəyi göstərir? Dəstəmaz almağın fəziləti. Və burada qəsd olunan, qardaşlar, birinci deyim ki, burada qəsd olunan kiçik günahlardır. Çünki böyük günahlara görə tövbə lazımdır. Burada qəsd olunan, nəzərə tutulan kiçik, həmçinin bundan əvvəlki hədisdə nəzərə tutulan kiçik günahlardır. Çünki Allah Teala buyurur ki: "İn tectenibu kebaira ma tunhauna anhu nukaffir ankum seyyiatikum və nudkhilkum mudkhalan kerima." Əgər sizə qadağan etdiyimiz böyük günahlardan çəkinsəniz, biz sizin kiçik günahlarınızı bağışlayar və sizi şərəfli, hörmətli bir yerə daxil edərik. Və bu hədis də bizə dəstəmazın fəzilətini göstərir. Bu qədər, qardaşlar, bu gələn növbəti dərsimizdə davam edəcəyik, növbəti hədisləri keçəcəyik. Allah bizi eşidib faydalanlardan etsin. Və sallallahu aleyhi və səlləm Muhammedin və alə alihi və səhbihi əcməin.